nədir ya Rəbbim? Ürəyim ağzıma çıxdı. Bu nə mədəniyyətsizlikdir və necə bunu çəkib paylaşa bilirlər? Bunu necə izləyirsiniz? Bir damcı da mı insanda mədəniyyət olmaz? Uşaq vaxtı bizə nə öyrədirdilər? Nə? Deyirdilər, ay bala, əlinizdə yemək olanda həyətə düşməyin. Mən bugün də övladlarıma bərk-bərk tapşırmışam. Həyətə düşəndə əlinizdə yemək aparmayın. Aparırsınızsa, bütün yoldaşlarınız arasında bölün. Yox, bölə bilmirsinizsə, bölə bilməyəcəksinizsə, onda əlinizdə yemək həyətə düşməyin. Bu elementar bir mədəniyyətdir. Bəzən o qədər təəccüblənirəm ki, yəni biz cəmiyyət olaraq hara gəlib çıxmışıq? Ağzını da marçıldada bu cür iyrənc şəkildə yemək yeyir, bunu paylaşır, bunu göstərir və siz də buna baxırsınız. Bir insanın yemək yeməyində maraqlı nə ola bilər ki? Bu qədərmi bir cəmiyyətin intellektual səviyyəsi aşağı düşər? Bu qədərmi insanlar üçün həyat maraqsız olar ki, birinin yemək yeməyinə, ağzına yemək tökülür, nə iyrənc şəkildə də yeyir. Buna baxırsınız və zövq alırsınız. Həqiqətənmi bu həyatda zövq alacağınız heç nə qalmayıb? O qədərmi bizim cəmiyyət düşübdür ki, cəmiyyətin səviyyəsi düşübdür ki, insanların belə març-murç, iyrənc şəkildə yemək yeməyi adamlara maraqlı gəlir. Heyran olurlar. Bu nədir? Qarşıma çıxdı, ürəyim bulandı. Bu nə cür yemək yeməkdir? Yemək yeməyində bir səliqəsi var, bir süfrə mədəniyyəti var. Bu nə iyrənclikdir? Buna necə baxırsınız?